Allah Teala evlad verib, nimətdir, həmçinin məsuliyyətdir. Kullukum ra'in və məs'ulun an ra'iyyəti. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, hər biriniz başçısınız. Yəni çoban, ra'i yəni çoban, yəni başçısınız. Çoban əlinin altında olan sürüdən sorumlu olduğu kimi kişi yoldaşından və evladlarından qiyamət günü soruşulacaq. Nəyindən soruşulacaq dəyərli qardaşlar? Onlara Allahın dinini öyrədib yoxsa yox? Yəni soruşulmayacaq ki, onlara geniş evlər, bahalı miniklər, yüksək vəzifələr verib yoxsa yox? Bunu soruşmayacaq. Çünki bunları verən kimdir? Allahdır. Allahdır bunu verən. Ola bilsin vermədi. Amma Allah Teala soruşacaq neydən? Namazdan, tövhiddən. İnna Allah la yaghfiru en yushraka bihi ve yaghfiru ma dun zalika limen yasha. Allah özünə ortaq qoşulmağı bağışlamayacaq, ondan daha kiçik günahları istədiyinə bağışlayacaq. Yəni sən ailə, uşaq, sənin məsuliyyətində olanlardan gedir söhbət. Allaha ortaq qoşur, Allaha şərik qoşur, Allahdan qeyrisinə and içir. Pirə gedir, hansı övliya dediyinə gedir və s. Bu kimi batil şeylər eləyirsən də dinlənmirsən. Allah səndən soruşacaq.